Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugündən sizinlə birlikdə fizika fənni üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən tərtib olunan test toplusuna baxacağıq. Biz burada bütün mövzular üzrə testlərin hamısına toxunmağa çalışacağıq. Çünki abituriyentlərimizin əksəriyyətində misal üçün ilk 10 dənəsini bilirlər, 11-cini bilmirlər və yaxud da elə olur ki, 20-yə 30-a qədər yaxşı şəkildə bildikləri halda digər 2 dənəsi, arada qalan 2 dənəsini o qədər də yaxşı mənimsəyə bilmirlər və yaxud da cavabını uyğunlaşdıra bilmirlər. Ona görə də biz sizinlə birlikdə bugündən bütün mövzuların, bütün də lazım olan, keçirilən test toplularının hamısının testlərinə baxacağıq. Yəni sıralama ardı-ardına olacaq. Bugündən artıq başlayırıq düz xətli, bərabər sürətli və dəyişən sürətli hərəkətə. Düz xətli, bərabər sürətli və dəyişən sürətli hərəkətdə ilk mövzumuz mexaniki hərəkətin təsviri, düz xətli, bərabər sürətli hərəkətdir. Gəlin baxaq. 1. Yerdəyişmənin dəyişmə yelliyini xarakterizə edən fiziki kəmiyyət necə adlanır? Bunların hamısı qayda şəkildə mövzu izahlarında da verilir ki, mövzu izahlarımız da olacaq. Səhifəmizi izləməyi unutmayın. Həmçinin sizdə mövzu izahları da yerləşdiriləcək. Onları da sıralama ilə izləyə bilərsiniz. Burada isə test izahı verdiyim üçün sadəcə testlərin izahları, cavabları və tənliklərini qeyd edəcəyik. Deməli, yerdəyişmənin dəyişmə yelliyini xarakterizə edən fiziki kəmiyyət necə adlanır? Fiziki kəmiyyətə sürət deyilir və gəlin yazaq. V bərabərdir S böl T. Yəni, vahid zamanda yerdəyişmənin yeyinliyini xarakterizə edən fiziki kəmiyyət sürət adlanır. Cavab Y variantı. 2. Mexaniki hərəkət zamanı aşağıdakı kəmiyyətlərdən hansı sıfıra bərabər ola bilir? Cavabımız A variantı olacaq. Niyə? İndi isə izahını verək. Yerdəyişmə sıfır ola bilir. Əgər siz, misal üçün, hər hansı bir nöqtədən blokdan çıxdınız, evinizdən çıxdınız, binanı bir dövr etdiniz və yenidən öz blokunuza geri qayıdırsınızsa, ki bu sadə bir nümunədir. Yəni, çıxdığınız nöqtədən yenidən nə qədər gəzsəniz belə, yenidən həmin o nöqtəyə geri qayıdırsınızsa, buna yerdəyişmənin sıfıra bərabər olmağı deyilir. Yəni, siz hərəkət etdiyiniz zaman hərəkət trayektoriyanız yol adlanır. Misal üçün, binanı dövr etdiniz və yenidən həmin bloka gəldinizsə, həmin o addımladığınız addımların hamısı sizin yolunuzu göstərir. Amma yenidən həmin o nöqtəyə qayıdırsınızsa, həmin o nöqtə, başladığınız nöqtə yenidən geri qayıdırsınızsa, bunun adı yerdəyişmə deyilir. Və başladığınız nöqtəyə yenidən qayıtdığınız halda getdiyiniz hərəkətlər yol olaraq qiymətləndirilir, amma yerdəyişməsi sıfıra bərabər olmuş olur. Ümid edirəm, aydın şəkildə başa düşdünüz. 3. Ədədi qiymətcə vahid zamanda yerdəyişməyə bərabər olan fiziki kəmiyyət nəyə deyilir? Yuxarıda da qeyd etdiyimiz kimi V bərabərdir T, S bölünsün T. Vahid zamanda, yəni T bərabərdir 1 olduğu halda yerdəyişmə bərabər olacaq sürətə. Cavab D variantı. 4. Verilmiş hərəkət şəraitində ölçüləri nəzərə alınmayan cisim necə adlanır? Bu qaydada, yəni bütün qayda kitablarında da qeyd olunub, elə bu şəkildə maddi nöqtə deyilir. Yəni, misal üçün, təyyarə hərəkət edir. Təyyarə müəyyən bir hündürlükdə olduğu üçün, biz burada hərəkət etdiyimiz halda, təyyarədən aşağı baxanda, orada gəzən insanları biz necə görürük? Çox xırda, maddi nöqtə kimi görür. Yəni, qaydalarda da bunlar izah olunur. Sadəcə mən ətraflı şəkildə sizə izah vermək istəyirəm ki, başa düşə biləsiniz, nə demək istəyirəm. Yəni, təyyarədən baxdıqda insanları biz necə görəcəyik? Maddi nöqtə kimi. Yəni, ölçüləri o qədər kiçik olur, o qədər hərəkət, yəni verilmiş şəraitdə o qədər kiçik olur ki, nəzərə alınmayacaq dərəcədə balaca olduğuna görə onlara maddi nöqtə deyilir. 5. Cismin başlanğıc vəziyyətini və son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasına nə deyilir? Bayaqlarda qeyd elədiyim kimi, əgər başlanğıc nöqtəniz, misal üçün bu şəkildə hərəkət edirik. A nöqtəsindən B nöqtəsinə hərəkət edirəm. Əgər A nöqtəsindən B nöqtəsinə getdiyim yolu hesablayırıqsa, bu getdiyim
metri hesablayıramsa, yəni nə qədər yol qət etdiyimi hesablayıramsa, buna yol deyilir. Amma başlanğıc olaraq A və son nöqtə olaraq B-ni birləşdirsək, başlanğıc və son nöqtəni birləşdirəm. Xahiş edirəm bu sözə çox diqqətlə yanaşasınız. İstiqamətlənmiş düz xətt parçası necə adlanır? İstiqamətlənmiş düz xətt parçasına nə deyilir? Yer dəyişmə deyilir. Aha, görək bir dənə videomuz qeyd olunur. Bəli, olunur. Aha. Deməli, başlanğıc vəziyyəti və son vəziyyətini birləşdirən düz istiqamətlənmiş düz xətt parçasına nə deyildi? Yer dəyişmə deyilir. 6. Cismin sürəti ilə zamanın hasili hansı fiziki kəmiyyətə uyğundur? Baxırıq, cismin sürəti deyir V, zamanı deyir T, onların hasili deyir vur. V vur T nədir? S-dir. Yəni, yol C variantı. 7. Cismin digər cisimlərə nəzərən zaman keçdikcə vəziyyətini dəyişməsinə nə deyilir? Mexaniki hərəkət deyilir. Bu elə qaydamızın birinci cümləsidir demək olar ki, mexaniki hərəkət bir cismin digər cismə nəzərən vəziyyətini dəyişməsinə deyilir. Cavab C variantı. 8. Bərabər sürətlə hərəkət edən cismin getdiyi yolun zamandan asılılıq qrafiki verilmişdir. Cismin sürətini hesablayın. Cismin sürətinin düsturu necədir? V bərabərdir S bölünsün T. Yəni, S-ə baxırıq. Burada biz həm 20 götürə bilərik, həm 10 götürə bilərik. Sadəcə mütləq şəkildə diqqət eləməli olduğumuz odur ki, əgər 10 götürürüksə T-si 2-dir, 20 götürürüksə T-si 4-dür. Yəni, siz S-i 20 götürüb T-ni 2 götürə bilmərsiniz. Mütləq qrafikdə S-i neçə götürürsünüzsə, ona uyğun T-ni də götürməliyik. 20 böl 4 də götürə bilərik, 10 böl 2 də götürə bilərik. İkisinin də cavabı olacaq 5 metr böl saniyə. Cavab A variantı. 9. Qalxaq yuxarı. Bərabər sürətli hərəkət edən cismin sürətinin zamandan asılılıq qrafiki verilmişdir. Cismin 20 saniyədə getdiyi yolu hesablayın. Baxırıq, qrafikimiz düzxətli bərabər sürətli hərəkətdir. 20 saniyədə getdiyi yolu bizdən soruşur. Buradan düz xətt çəkirik. Deməli, T-miz bərabərdir 20 saniyə. V-miz bərabərdir 40 metr böl saniyə. S-in düsturunu bilirik. S bərabərdir V vur T, vururuq 800. Deməli, 800 nə tapdıq biz metr? Çünki sürətimiz metr böl saniyədir, zamanımız saniyədir. Biz də metrlə tapmış oluruq. Amma bizdə cavablarda kilometrlə verilir. Bilirik ki, 1 kilometr neçə metrdir? 1000 metrdir. Əgər bizdə metrdən kilometrə çevirməliyiksə, böləcəyik 1000-ə. Cavab olacaq 0,8 kilometr. Cavab D variantı. 10. Bərabər sürətli hərəkətdə yolun zamandan asılılıq qrafiki hansıdır? Ona görə də birinci biz sürət, deməli bizdən soruşur ki, S-in T-dən asılı. Ona görə birinci S-in düsturunu yazırıq. S nəyə bərabərdir? V vurulsun T. S-lə T necə asılıdır? Bunu buradan siləm ki, çaşqınlıq yaratmasın. Dəqiqə. Aha. S-lə T necə asılıdır? Düz mütənasib asılıdır. Cavab Y variantı. 11. Bərabər sürətli hərəkətdə sürətin zamandan asılılıq qrafiki hansıdır? V-nin düsturunu yazırıq. V bərabərdir S böl T. V-lə T necə asılıdır? V ilə T necə asılıdır? Tərs mütənasib asılıdır. Amma yəni mən yuxarıda da qeyd elədiyim kimi, siz burada baxıb deyə bilərsiniz ki, V ilə T tərs mütənasib asılıdır. Bəs biz niyə görə onları tərs mütənasib olaraq götürmürük? Və yaxud da ki, yuxarıda qeyd elədiyimiz kimi yolla düz mütənasib kimi götürmürük, amma qrafiki başqa cür götürürük. Baxırıq, çox diqqət eləməli olduğumuz nüans. Mütləq V, bunlar S-lə T-yə aid deyil. V, T-dən asılılıqlarıdırsa, bərabər sürətlə hərəkətdirsə, sürətdə artıq bu düsturdan nəzərə almayacaq. Başa düşdük. Əgər bərabər sürətlidirsə, bunu sadə formada, yəni cavabımız B variantı olacaq. Bunu sadə formada necə yadda saxlaya bilərsiniz? Əgər bərabər sürət deyirsə, sürət zaman deyirsə, bunu bu formada bərabər. Baxın. Bərabər. Bu formada yadda saxlaya bilərsiniz ki, ümid edirəm bu sizə daha rahat üsul ola bilər.
bərabər V-nin T-dən asılılığı bərabər sürətli hərəkətdə paralel şəkildə olmuş olacaq. X nöqtəsinə, yəni paralel şəkildə olmuş olacaq. Yəni V bərabərdir konstant. Konstant olduğu halda qrafikimiz B variantı olacaq. 12 çevrilmələr 2400 saniyə neçə dəqiqədir? Deməli, biz burada baxacağıq. 1 saniyəmiz neçə dəqiqədir? Ona görə 2400 saniyəmizi çevirəndə neçə dəqiqə olacaq? 1 dəqiqəmiz 60 saniyədir. 2400 saniyəmiz neçə dəqiqədir? Yazaq burada. X bərabərdir 2400 bölünsün 60. Yəni 2400'ü vurduq 1'ə, böldük 60'a. Cavab oldu 40 dəqiqə. Cavab C variantı. 1.5 saat neçə dəqiqədir? Birinci bilməliyik 1 saatımız neçə dəqiqədir? 1 saatımız 60 dəqiqə. 1.5 saatımız X. X bərabərdir 1.5 vur 60 böl 1. 60 onda 15'i vururuq 60'a. Cavab olur 90 dəqiqə. D variantı. Növbəti 14. Sürətin zamandan asılılıq qrafikinə görə 2 saniyədə cismin getdiyi yolu hesablayın. Yəni eyni şəkildə görürsünüz, burada da paralel şəkildə. Çünki V konstantdır. Adından da göründüyü kimi. V'miz neçədir? V bərabərdir 10 metr böl saniyə. T'miz neçədir? 2 saniyə. Baxırıq, buradan qaldırırıq bura 2 saniyə. S getdiyi yolu hesablayırıq. S bərabərdir V, T, o da bərabərdir 20 metr. Cavabımız olacaq C variantı. 15. Sürətin zamandan asılılıq qrafikinə əsasən müşahidəyə başlayandan 4 saniyə sonra getdiyi yolu hesablayın. V'miz neçədir? 5 metr böl saniyə. T'miz neçədir? 4 saniyə. Bizdən nəyi soruşur? S'i soruşur. S bərabərdir 5 vur 4 20 və 20 saniyə. 20 saniyə yazmışam. 20 metr. C variantı. 16. Çevirmələr. 90 kilometr böl saat neçə metr böl saniyədir? Əvvəlcə kilometri metrə çevirməyi bilməliyik. Sonra saatı saniyə çevirməyi bilməliyik. Birinci, 1 kilometr 1000 metrdir. 1 saat 3600 saniyədir. Gətirib indi yerinə yazırıq. 90 vurulsun. 1 kilometr neçə metrdir? 1000. 1 saat neçə saniyədir? 3600. Sıfırlar getdi. 9'a getdi. Burada 4 qaldı. 9'a getdi buradan. 100'ü də bölürük 4'ə. Eləyir 25 metr böl saniyə. 17. 54 kilometr böl saat. Bunu belə eləyim ki, bizə lazım olacaq bu. 54 kilometr böl saat neçə metr böl saniyədir? Yazırıq 54 vurulsun. Kilometri metrə, saatı saniyəyə. Kilometr 1000 metr, saatı saniyəyə 3600 saniyə. Deməli, o da sıfırlar getdi. 9'a getdi 4. 9'a getdi 6. 60 bölünsün 4. 15 metr böl saniyə. Cavab C variantı. 18.
Düzxətli bərabər sürətli hərəkət zamanı nə konstantdır, yəni nəyi sabitdir. Bayaqlarda qeyd elədiyimiz kimi bərabər sürət söhbəti gördünüzsə, deməli bərabər sürət və konstant. Cavab C variantı. 19. İki maddi nöqtənin koordinatının zamandan asılı qrafikləri verilmişdir. Müşahidəyə başlayandan 3-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafəni hesablayın. Baxırıq. Deməli, 2 dənə nöqtə başlayıb hərəkətə başlayıblar və müəyyən bir 3-cü saniyədə görüşüblər. Bu görüş zamanı onlar arasındakı məsafə gördüyünüz kimi yoxdur. Yəni, fərqli yerlərdə görüşsələr, onların arasında məsafə olar. Amma onlar arasında məsafənin olmamağı onların eyni nöqtədə görüşməkləridir. Ona görə də cavabımız B variantı olacaq. 20. Eyni şəkildə burada da 4-cü saniyədə görüşüblər deyə onlar toqquşublar. Görüş anında onlar arasındakı məsafə yenə də 0-a bərabər olacaq. Keçdik. 21. İki cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Müşahidəyə başlayandan sonra hansı zaman anında və ya anlarında cisimlər görüşmüşdür? Baxırıq. Bir bu nöqtədə görüşüblər. Bir də bu nöqtədə görüşüblər. Doğrudur. Bizdən hansı zaman anında, yəni T'ləri soruşur. Salırıq T'ni. Birini aşağı salıq, birini bura. Demək, 1 və 4-cü saniyələrdə görüşüblər. Cavab D variantı. 22. İki cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Eyni formada. Burada da anlar, yəni zamanı soruşur. Hansı nöqtələrdə görüşüblər? Bir bu nöqtədə görüşüblər, bir də bu nöqtədə görüşüblər. Zamanı soruşur, salırıq aşağı. Birinci saniyədə, bir də 5-ci saniyədə görüşüblər. Yəni 1 və 5 saniyə anlarında görüşüblər. Cavab olur A variantı. 23. Düzxətli bərabər sürətli hərəkətdə cismin sürətinin proyeksiyası hansı ifadə ilə təyin olunur? S'in biz düsturunu asılığını bilirik ki, x çıxılsın, x 0-a bərabərdir. Yəni, son koordinatdan başlanğıc koordinatı çıxırıq. V-ni bizdən soruşursa, sürəti soruşur, V bərabərdir. X çıxılsın, x 0 bölünsün T. Yəni, S'in yerinə gətirib, biz x çıxılsın, x 0-ı yazırıq. Cavab olur B variantı. Düzxətli bərabər sürətli hərəkətdə sürət hansı ifadə ilə təyin olunur? Sürətin düsturu necə idi bilirik? V bərabərdir S bölünsün T. Cavab Y variantı. 25. Düzxətli bərabər sürətli hərəkətdə cismin hərəkət müddəti hansı ifadə ilə təyin olunur? T bərabərdir. Baxın, burada necə tapılır? T bərabərdir S bölünsün V. Cavabımız B variantı. 26. Düzxətli bərabər sürətli hərəkətdə gedilən yol. Mütləq bizdən nəyi soruşurlarsa, çalışın o an altından xətt çəkəsiniz ki, o sizin diqqət mərkəzində olsun. Misal üçün, siz gedilən yol əvəzində sürəti tapıb yaza bilərsiniz ki, mütləq şəkildə bəzi testlərdə elə o variantı da verirlər ki, çaşdırıcı olsun. Gedilən yol hansı ifadə ilə təyin olunur? Baxırıq. Gedilən yolun düsturu nədir? S bərabərdir. V vurulsun T. Cavabımız olur C variantı. Keçək 27. Düzxətli bərabər sürətli hərəkətdə yerdəyişmənin proyeksiyası hansı ifadə ilə təyin olunur? Bayaqları məsəl üçün bizdən yolu soruşurdu. İndi isə yerdəyişmənin proyeksiyasını soruşursa Sx bərabərdir Vx T. Yəni ayağında yazılan o x-lar yerdəyişmənin proyeksiya olduğunu göstərir. 28. Yerdəyişmənin düzgün tərifi hansıdır? Mən bayaqları yadınızdadırsa, səhv eləmirəmsə, hardasa 2-ci ya 3-cü testlər idi ki, orada dedim ki, yerdəyişmədə xüsusi bir söz var ki, ona mütləq şəkildə diqqət eləməliyik. İstiqamətlənmiş düz xətt parçası. Həmin o söz sizin düzgün şəkildə, düzgün tərifi tapmağınızda kömək olacaq. O sözü axtarırıq. Yəni, o söz harada olursa ki, buradadır.
Deməli, cismin başlanğıc və son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasına nə deyilir? Yer dəyişmə deyilir. Eyni şəkildə baxsaz burada C variantında da verilir. Sadəcə istiqamətlənmiş sözü olmadığına görə o variant səhv sayılır. Yəni bu test çaşdırıcıdır. Ona mütləq şəkildə diqqət etməlisiniz. 29. Trayektoriya nədir? Trayektoriya maddi nöqtənin hərəkəti zamanı cızdığı xəttə deyilir. Yəni siz buradan öz evinizdən çıxıb dayınız gilə getdiyiniz zaman hansı nöqtədən, yəni hardan keçirsinizsə, hərəkət etdiyiniz, avtobusa mindiniz, metroya mindiniz və yaxud da hansı şəkildə gedirsinizsə, o hərəkət, yəni hərəkətiniz zamanı cızdığınız xəttə nə deyiləcək? Trayektoriya deyiləcək. Onun uzunluğuna isə yol deyiləcək. Yəni o qədər yol getmişsiniz dayınız gilə. 30. Düzxətli bərabər sürətlə hərəkət edən maddi nöqtənin koordinatının zamandan asılılıq tənliyi hansıdır? Deməli, biz bilirik ki, başlanğıc koordinat, sürət proyeksiyası və zaman bunların hamısı qeyd olunmalıdır. Deməli, baxırıq ki, mütləq şəkildə bunlar hamısı qaydada qeyd olunur. Sadəcə nisbətləri ilk olaraq çıxmağa çalışın. Çünki nisbət yalnız təcillərdə olacaq. Yəni, heç bir koordinat zaman asıllığında heç vaxtı nisbət olmayacaq. Amma təcil olanlarda bərabər təcilli hərəkətdə mütləq şəkildə A t kvadratı böl 2 olacaq. Yəni bu ikiləri gördünüzsə, nisbətləri gördünüzsə onları çıxın. Amma hansı halda düzxətli bərabər sürətli hərəkət anında çıxa bilərsiniz. Ona görə də deməli asıllılığımız necədir? X bərabərdir. X0 üstə gəlsin VX T. Cavab A variantı.